Evdə olan ərzaqlarla hazırlanan və 10 dəqiqəyə başa gələn pirog resepti təqdim edirəm. Hazırlama qaydası çox asandır. Bizə 3 ədəd alma lazımdır. Almaları soyub, onları rəndədən keçirdirəm. Tozu xırda hissələrə ayırıram və əlavə olaraq kişmişdən də istifadə elədim. Almanı tavaya əlavə eləyib, üzərinə yarım stəkan şəkər tozu və 1 çay qaşığı darçın əlavə elədim və bunları suyu çəkilənə qədər yaxşıca bişirdim. Və budur, bişməyə az qalmış, üzərinə xırda doğradığım qoz ləpəsini və kişmiş də əlavə elədim. Onlarla birlikdə yaxşıca bişirdim. Burada artıq hazırdır. Bunun altını söndürüb bir kənara çəkirəm. Keçirik keks eləməyə. Keks üçün 4 ədəd yumurtadan istifadə elədim. Onları yaxşıca mikserlə çaldım və onların üzərinə yarım stəkandan da az şəkər tozu əlavə elədim. Çünki almanın tərkibində də çoxlu şəkər vardı. Bir kabartma tozu da əlavə elədim və bunları da yaxşıca qarışdırdım. Sonra üzərinə 1 stəkan un əlavə elədim. Onu ələkdən keçirtdim. Yaxşıca qarışdırdım. Altdan yuxarı eləyərək qarışdırdım ki, sönməsin. Tavaya əlavə elədim və bunu qoydum bişməyə. Bişəndən sonra çıxartdım və 2 hissəyə böldüm. Üzərinin hamar olmayan hissələrini kəsib götürdüm. Üzərinə əlavə edəcəyik. Kofe ilə yaxşıca isladandan sonra hazırladığımız almalı məhlulun yarısını buraya əlavə elədim və bunu onun üzərinə yaydım. Qalan yarısını da ikinci hissənin üzərinə yayacağım. Üzərindən və kənarlarından kəsdiyim artıq hissələri də ovun tavana gətirib üzərinə əlavə elədim. Yumuşaq almalı piroqumuz hazırdır. Video sizə faydalı oldusa kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.